Salam xanımlar. Pakvivarda outlet günləri başlayıb. Pakvivarın ən aşağı ikinci mərtəbəsində. Burada geyimlər, bəzi geyimlər var idi, baxdım. Uşaq geyimləri də çox idi endirimdə. Belə uşaq üçün donlar, geyimlər var idi. İlqar imkan vermədiyi üçün ona görə çox çəkə bilmədim geyimləri. Kızlar, gəldim evə. McDonald'sdan özümə yeməklər sifariş verdim. Kızlar, belə kapron corabları aldım. Üçü də eyni renkdir, zaqar rəngidir. Kızlar, yoldaşım gəldi işdən. Evə bir neçə şey lazım idi. Onları dedim, aldı gətirdi. Belə şinyat istəyirdim, Azadan onu aldım. Belə turşu alıb, pomidor turşusu. Yarpaq. Bir də bu çipsləri çox sevirəm, long çipslərini. Bunlardan alıb. Belə bir pirog alıb, ümumiyyətlə Azan tortlarını çox sevirəm, xoşuma gəlir. Kızlar, long çipslərini yemisiniz. Bir çox növünü almışam, amma içlərində ən dadlısı pendirli və acılı olandı. Kızlar, indi oturdum. Özümə çay dəmlədim. Belə piroqla və ekler şinyatı ilə çay içəcəm. Kızlar, keçən vlogda demişdim, İlqar üçün belə hədiyyələr almışdılar. Onu verdim ki, açsın. Hər biri məncə bütün uşaqlar bunlardan alıb. Labubu, stick, bir də Mr. Boss. Çox sevindi hər birinə. Gel bunu da çağır. Bak güzel. Güzel. Bak. Bak. Aa. Nedir bu? Kızlar, bizi bura kadar izlediğiniz için çok sağ olun. Sizden xahişim, kanala abone olun ve aşağıda mütləq öz fikirlərinizi bildirin. Hələlik.